1922-ci ildə Toronto Universitetinin alimləri diabetik komada olan və şəkərdən ölən uşaqların qaldığı xəstəxananı ziyarət etdilər. Məkanı təsəvvürünüzdə canlandırın. Uşaqlarının ölümünü gözləyən ata və analarla dolu xəstəxana koridorları. Alimlər bir-bir uşaqların yataqlarına yaxınlaşıb, onlara yeni icad etdikləri insulini vurmağa başlayırlar. Diabetik komada olan son uşağa iynə vurulanda, artıq ilk uşaq ayılmağa başlayır. Daha sonra isə bir-bir bütün uşaqlar diabetik komadan ayılırlar. Ölümü gözləyən uşaqlar, onların kədərli valideynləri və dəhşət saçan xəstəxana otaqları sevinç və ümidlə dolur. Tarixdəki bu an insanlıq üçün çox şeyin dəyişdiyi andır. Bu foto isə məhz həmin anı əks etdirir. Alimlərin əzmi və çalışmaları tibbin möcüzəsi insulini icad etməklərinə kömək oldu. Beləliklə, həmin dövrdəki və gələcəkdəki milyonlarla insan xilas olacaq və dünya yaxşıya doğru dəyişəcəkdi. Bu fotodan bir il sonra insulinin icadına görə Frederick Grant və James Rickard elm dünyasının ən ciddi mükafatını Nobeli qazandılar. Təşəkkürlər Frederick və James.